Təl-Əvivin İranın nüvə proqramını hədəf alan hava hücumlarının ardınca Tehran ilk dəfə müasir şaquli buraxılış raketlərindən istifadə edib. İran mediasının yaydığı məlumata görə, söhbət hipersəs silahı olan Fəttah da daxil olmaqla Sacil və Heybər raketlərinin son modifikasiyasından gedir. Bu raketlər şaquli şəkildə havaya qalxır və nəzərdə tutulan hədəflərə doğru istiqamətlənir. Hətta bunlar atmosferin yuxarı qatlarına qalxır. Hədəfləri böyük sürətlə və dəqiqliklə vurur. Digər tərəfdən İran orta mənzilli Hacı Qasem raketini də sınaqdan keçirib. 2020-ci ildə Donald Trump'ın əmri ilə Amerika Birləşmiş Ştatlarının hücumları nəticəsində öldürülən keçmiş general Qasim Süleymaninin adını daşıyan raket, İsrailin dəmir qübbə müdafiə sistemi və THAAD Patriot kimi inkişaf etmiş hava hücumundan müdafiə sistemlərindən yayınıb. Sözügedən raket 1200 kilometr məsafəyə və təkmilləşdirilmiş idarəetmə sistemlərinə sahibdir. İnfraqırmızı rabitə ilə təkmilləşdirilmiş raketin idarəetmə sistemi elektron müharibə şəraitində də dəqiq hədəf almağa imkan verir. Bu qabiliyyət hava limanları və komanda mərkəzləri kimi kritik infrastrukturun effektiv şəkildə məhv olmasını təmin edir. Hacı Qassem simvolik bir raketdən daha çoxudur. Bu, İranın dəqiq zərbələr indirmək imkanlarının artdığına işarədir. Lakin İranın əlində sadəcə raketlər var. Tehranın indi daha çox nüvə silahına ehtiyacı yaranıb. Çünki hazırda əlində əlavə çəkindirici amilləri qalmayıb. İsrail isə ilk dəfə müharibə meydanında lazer silahını yoxlayıb. Dəmir şua adlanan hava hücumundan müdafiə sistemi yüksək enerjili lazer şuaları ilə təhdidləri zərərsizləşdirmək üçün hazırlanıb. İlk dəfə İranla münaqişə zamanı əməliyyat şəraitində istifadə olunan dəmir şua pilotsuz uçuş aparatları və raketləri tutmaq üçün istifadə olunub. Analitiklər adi müdafiə sistemləri ilə müqayisədə bu texnikanın daha sərfəli olduğunu deyir. Əsas üstünlükləri istehsal xərcinin aşağı olması və daha az insan gücünə ehtiyac duymasıdır. Sözügedən sistem qısa mənzilli raketləri, artilleriya və mina atam bombalarını məhv etmək üçün nəzərdə tutulub. Dəmir şua oyun dəyişdiricidir. İsrail dünyada döyüş əməliyyatlarında lazer müdaxiləsinin geniş miqyaslı imkanlarını inkişaf etdirən ilk ölkədir. Lazerdən istifadə müharibə dövründə böyük əməliyyat və texnoloji uğurla nümayiş olunub. 5 gündür davam edən münaqişədə təkcə raket və hava hücumları deyil, kiber hücumlar da döyüş səhnəsindədir. Məlumata görə saxta xəbərdarlıqlar və kiber hücumlar xeyli artıb. Hətta İranlı kiber qruplar İsrail vətəndaşlarının telefonuna saxta xəbərdarlıq mesajları göndərib. Hətta İrana hücumun ilk günündə yüksək rütbəli komandirlərin ölümündə əsas rolu bölmə 8200 adlı elektron kəşfiyyat qrupunun oynadığı deyilir.